Xarici ölkədən təklif gələrsə, dəyərləndirərsiniz yoxsa bu vətənə bağlayan bu ölkənin bayrağını qaldırmışam deyib getməzsiniz? Yox, getmərəm. Çünki mənim bir dənə evladım var. Elhamdülillah, o da əskərlikdədir. İnşallah əskərliyin çəkib gəlsin. Əskərlərimiz inşallah. Əmin. Allah bütün əskərləri sağ-salamat qaytarsın, o da onun içində. Yox. Yəni bağlısınız da, vətənə bağlısınız da. Bayraq qalxanda necə kövrəlirsinizsə, indi elə kövrəldiniz. Elə bil ki, Azərbaycan bayrağı qalxır. Yəni Zülfiyə xanım eyni şey, yəni O elə bir hissdir ki, doğrudan o bayraq onu yalnız qaldıran anlayar. Qaldırmayan heç vaxt anlamaz. 12 qat dünya çempionu da kövrəlirsə o bayraqla bağlı danışanda. Deyir o ürəyi yanmasa gözdən yaş çıxmaz. Mən Rafael Ağayevi küstürəndə əslində şoka düşmüşdüm. Rafael də çox gözəl idmançımızdır, çox gözəl idmançıdır. Allah onun da işlərini avand eləsin. Nəinki onun bütün idmançılarımızın işini avand eləsin və idmanın başında duran insanlara da Allah insaf versin ki, idmançıların ən azından qədrini bilsin. Xaricdən bura yığıb gətirməklə deyil.